Bəzi ölkələrdə ayın görünməsində fərqli olur bəzi ölkələrdə. O zaman 2 qategoriyası olur. Ümumiyyətlə bu fərq təzə bir hadisə deyil. Baxmayaraq indi kosmosda kainat elmi daha güclənib, açığı o vaxtı yox idi. Fərqi yoxdur. Yenə görürsən ki, ixtilaf olur. Bu da normal haldır. Ona görə alimlər deyirlər ki, kim harada yaşayır, onunla geçsin. Çünki bəzi alimlər deyirlər ki, bir ölkə görsə hamına aiddir. Ola ki, bəzi alimlər deyirlər ki, xeyr, hər kəsin öz ölkəsində öz görüntüsü var. Xüsusən də indiki zamanda biz görürük ki, bu var. Hətta aya baxmaq rayət olunmasa da, görürsən ki, fərq olur ölkələr arasında. Belə məsələlərdə kim harada yaşayır, onunla geçsin. Amma o ki, qaldı, məsələn, birində belə olanda, birində onda elə çıxır ki, 2 qədir gecəsi olur. Ümumiyyətlə, səhvdir ki, bəzi qardaşlardan görsən səhv olur. Ki, məsələn, deyirlər, tək gecə hansıdır, bu gecə qutardı. Bu gecə iştihad edir ibadətdə, cüt gecələrdə elə ver. Bu düzgün deyil. Həm də sünnə-i müxalifdir. Peyğəmbər sallallahu aleyhi ve selləm axır 10 günü hamısının bütün gecələri ciddi keçirərdi. Bu həmçinin nəyə hasanlaşdırır? Nəyi bizə hasanlaşdırır və rahatlaşdırır və həmçinin müvəffəq edir? Kim 10 günün gecəsin bir hissəsin ictihad edən keçirsə, şək yoxdur qədir gecəsində nail olacaq. Amma kim ancaq tək olacaq, ola bilsin nail olmasın, ola bilsin təqvimlər düz gəlməsin, ola bilsin obrisi düz olsun, ona müvəffəq olmayacaq və şəkdə qalacaq. Ona görə qardaşlar biraz səhv eləyir ki, yox, məsələn, mən tək gecələri daha ictihad edirəm. Yox, xeyr. Hər 10 gün, axır 10 gün gecəsini, hamısını ictihad elə, düz səhərəcən lazımdır qalmaq, bir gecənin bir hissəsin və onda müvəffəq olacaq inşallah. Aydındır?